Salam uşaqlar, bugün yeni bir seri ilə qarşınızdayım. Neçə vaxt belə danışmalı videolar çəkmək istəyirəm. Saçımın qüsuruna baxmayın, yaşdır, ona görə belədir. Bu seri nədən ibarət olacaq? Hər həftə ya da bilmirəm, həftə 1-2 dəfə bir topik seçərik ya da siz istəyirsiniz. Bilmirəm, baxarıq. Onun haqqında bir şeylər danışarıq, öz fikirlərimi deyərəm. Bugünkü mövzumuz idmanla bağlıdır. Yəni idman yox, mən əslində idman olaraq niyə bağlamaq istədim? Çünki bunun həqiqətən ciddi bir problem olduğunu düşünürəm mövzunun. Başarısız olduğumuz hobilərdə keyfimizin pozulmasıdır genel mövzu. Sadəcə uzun qoymayacağım üçün hobilər deyə bilərik bunu. Əsas idmanla bağlı danışacağam. Basic olaraq fikri sizə izah edeyim. Hobisel olaraq özünüzü yaxşı hiss eləmək üçün, daha sağlam olmaq üçün, keyfinizi açdığı üçün gedirsiniz idmana. Həmin günü idmanımız, məşqimiz yaxşı keçmir, ola bilər. Çox okey bir hadisədir, yəni hər gün idman möhtəşəm keçəcək deyə bir şey yoxdur. Ay necədir? Nəysə. Belə olduqda keyfinizin pozulması, yəni həyatı özünüzə zindan eləməyiniz, 1-2 gün boyunca depressiyaya girməyiniz, sonra özünüzü silib ümumiyyətlə idmandan uzaqlaşmağınız falan. Ümumiyyətlə, okey, əsasən bu fitness piyasası ilə bağlıdır. Çünki digər idmanlar, toplu idmanlar falan daha çox kafa dağıtmaq odaqlı olduğu üçün əsas olaraq da onlarda o qədər etkini mən elə görməmişəm. Yəni həm basketbol oynamışam vaxtında, həm fitnesslə məşğul olmuşam. Ona görə bir şey deyirəm. Məsələn, okey, basketbolda da elə keyf pozan çox adam görmüşəm, amma fitness ayrı bir şeydir. Əsas yox, fitnesslər şeyində də, bodybuildingdə də, powerlifting və ayrı bir kafadır. Yəni o mən götürə bilməm. Həqiqətən mənlik deyil, əsla mənlik deyil. Atıram. Getmisiniz bugün pushdaydı. Gedirsiniz bench press eləyirsiniz. Normalda 100 kilo eləyirsiniz, amma bu səfər getmədi. Okey. 90 kilo getdi, 95 kilo getdi və ondan sonraki bütün pushday 95 kilo qaldıramadım, mən zəifəm, mən bunu eləyə bilməyəcəm, mən burada nə işim var dostum, mən nə edirəm, mən bacarıqsızam falan deyə depressiyaya girirsiniz. O gün ümumiyyətlə məhv olur, evə gelirsiniz, onu overthinkləyirsiniz, sonra səhərsi gün onun haqqında düşünürsünüz, işə gedirsiniz, onu düşünürsünüz, dərsə gelirsiniz, onu düşünürsünüz, sonra qida barəsində atıram, yəni okey, qalxmadı, olmadı, iştahım kəsildi. Olan progresi də geriyə salacaq qədər bir mənfi təsir olur. Halbuki, sən məqsədin odur ki, idmana gedəndə, əgər bu işdən pul qazanmırsınızsa, bu arada bunu deyirəm, ya da ki, hədəfiniz yoxdursa da, yəni hər hansı bir yarış şeyi yoxdursa, sırf həqiqətən həvəskarsınızsa, ya da ki, özünüzü yaxşı hiss elədiyiniz üçün bədəninizə formalaşdırmaq üçün, özünüzü sağlam saxlamaq üçün gedirsinizsə, fərqi yoxdur hansı idman olur, fərqi yoxdur hansı hobi olur. Buranı sağlam saxlamaqdırsa məsələ, onda niyə mənfi bir şey olan kimi əsas buranı məhv eləyirsən? Yəni, okey, sən buna hobi olaraq baxmalısın. Ola bilər, pis məşq keçə bilər. Çox okey bir şeydir, yəni. Hər məşqin möhtəşəm olacaq deyə bir şey yoxdur. Hər məşq möhtəşəm olmalıdır deyə bir şey yoxdur. Əgər elə olsaydı, yaxşı məşq olmazdı. Ya, hər məşqimiz əla şəkildə keçsə, həqiqətən əla məşqin nə olduğunu unudarsınız. Mən bunu keçən 2 ay boyunca yaşadım. Yanvar və fevral ayı. Bir də martın demək olar ki, ortasına qədər falan. Hər məşq PR alırdım. Karpsız idim özdə. Yəni 10 qram falan max karb alırdım və hani o vəziyyətdə mən hər gün PR aldım. Zarafatsız. Bench pressim 50-dən 90-a qalxdı. Bench press nə? Oy Allah. Ben söylemedim. Dilimin ucundan çıxdı. Deadliftim 50-dən 90-a qalxdı. 2 ayda falan. Squatım 45-dən meniskusumda yırtıq var. 90-a qalxdım. 70 sayıram elədim. Amma yəni bu böyük şeylərdə, həqiqətən böyük kilolardı. Və hər məşq, hər yoxladığım kilonu qaldıra bildim. Yəni, çünki olay buraydı. Mən onu qaldıra bilmərəm deyə düşünüb şey eləyirdim. Okey. Oldu. İndi məsələn son 2 həftədir bir qəpiklik məşq eləmirəm. Heç bir günümdə də. Yəni bir də qult yaxşı keçdi. O da ki zaten ağır kilo ilə işləmədim. Yəni mənim ağır dediyim şeydə işləmədim də. Yəni, sadəcə qəşəng keçdi. Hissiyat yaxşı olan bir məşq idi. Amma qalan məşqlərim məsələn heç qəşəng olmadı da. Yəni ola bilər. Dünyanın sonu deyil ki. Bir məşq mənim qalan
idman həyatımı müəyyən edə biləcəyi qədər güclü deyillər. Yəni məşqə mən bu qədər anlam yükləsəm, mənim məşqdən gözləntim dəyişər. Ki, mən bu işdən pul qazanıram, buna bir şey olaraq demirəm. Mən bunu fikir verməliyəm. Amma mənim fikir verməli olduğum hissə əsasən buranı qorumaqdır. Mən əgər o mentaliteti saxlamasam, mən əgər həqiqətən bu işə sırf ayda bu mənim qaçış yolumdur dostum, bu mənim evimdir, mənim təkcə sığınacağım idmandır deyə baxsam, tək vasfım idmana getmək olsa, okey, belə bir şey olar, amma tək vasfınız idmana getmək olmasın, əziz dostlar, ya da tək vasfınız sırf bir şey eləmək olmasın. Siz neçə yaşınız var da, atıram, misal, minimumdan 15 yaşınız var da, 15 yaşınız varsa sizin, bir məktəbə gedirsiniz, bir sosial həyatınız olmalıdır. Xeyr dostum, sən kiməsə özünü anlasan, kimsə səni anlayar. Xeyr dostum, ailən səni pisləmək üçün bir şey eləmir. Onlar çabalayırlar bir şey olsun deyə. Həqiqətən çabalayırlar. Bunun fərqinə varmaq lazımdır. Yəni ən pis ailə belə uşaqların heç vaxt pis olmasını istəməz. Sorry. Bu vəziyyətdən çıxmalı olan sənsən. Yəni onu demə çalışıram. 15 yaşınız varsa belə məktəb həyatınız vardır minimumundan. Ya da universitet həyatınız, ya da iş həyatınız vardır. Yəni nəyisə bacarmaq üçün çox əlinizdə yolu var da. Yəni atıram, yaxşı şəkil editləyə bilərsən. Yaxşı oyun oynaya bilərsən. Yaxşı yorumcu ola bilərsən. Yaxşı dost ola bilərsən. Yaxşı dərddaş ola bilərsən. Bir yerdə yaxşı olacaqsan. Sadəcə məsələ bunu tapmaqdır. Okey, idmanda olmadı, keyfim pozuldu. Bir də dostum idmana getməyəcəm. İdman həyatım bitdi, mənim həyatım bitdi falan deyə bir şey yoxdur yəni, tamam. Okey, bir dəfə yoxladın, iki dəfə yoxladın, olmadı, can sağ olsun. İkinci dəfə qəşəng oldu. Hə, okey, ola bilirmiş demək. Üçüncü dəfə yoxladı, dördüncü dəfə 5, 6, 7. Onun içindən əgər bir dənəsi yaxşı olub, 9-u pis olubsa, deməli sən bura aid deyilsən. Bu qədər sadə. Ya ürəyin istəmir. Çünki ürəyin istəsə yaxşı bir məşq keçərdi. Ürəyin istəsə yaxşı bir şey olardı. Misal göstərim. 6-cı sinifdə KPR girdim. Heç bir həvəsim yox idi. Yəni həvəsim var idi. Sadəcə mən orada utanırdım, yəni. Çünki mən kök uşaq olmuşam və orada olanlar hani hoppanıb bir də KPR həqiqətən çox esneklik istəyən bir şeydir və kütləmiz nə qədər çox olsa, esnekliyimiz o qədər az olur. Yəni faktiki bir şeydir də bu. Və məndə də 0 idman keçmişi, 0 aktivlik, ümumiyyətlə gəzmirəm. Hər yerə, yəni o vaxt sadəcə məktəbə gedirdim, başqa bir şey eləmirdim. Məktəbə gedirəm, evə gəlirəm, heç bir həyati aktivitem yoxdur. Yəni bütün günü kompüter başındayam, ya da telefon başındayam, nəyəsə baxıram, ya oyun oynayıram, ya da ki, ya həqiqətən oha diyorum, yap, Mediacraft'ın şeylərinə baxıram da, yəni max uşaq həyatı, noodle yeyirəm, dönər yeyirəm, həyatım budur. İndi bir də qız orbaladığım qardaşımın həyatını yaşayıram amma nəysə, idmana yazıldım və hani baxıram oradakilər aktivdir, fit insanlar. Fit insan, yəni o vaxt mənim şeyim nə, arıq idi da. Yəni hərəkət edə bilirlər, qaça bilirlər. Nə bilim, şpagat aça bilirlər falan. Bunlar mənə çox wow idi və mən heç birini eləyə bilmirdim və heç birini eləyə bilməyərək onlara baxıram və bir şey eləmək istəmirdim. Çünki utanırdım mən. Yəni onlar eləyə bilir, mən eləyə bilmirəm və bilirəm ki, mən bunu 3 ay, minimumdan 3 ay çalışmalıyam ki, ən basit bir şey eləyim. Çünki mənim bədənim ona əlverişli deyildi. Amma basketbol başlayanda eyni şey yaşadım. Sadəcə çox şanslı idim ki, sevirdim və yaxşı bir ətrafım var idi. Həqiqətən, yoxsa əks təsirdə heç bir şəkildə oradan çıxa bilməzdim. Yəni sizi çox yaxşı anlayıram. Buna bir çıxış olaraq baxırsınız. Çünki bir şey bacardığınız, ən rahat nəticəni gördüyünüz odur. Atıram, bir həftə ərzində əgər təzə başlamışsa, ağırlıq artırmaq çox asandır. Bir həftə ərzində məsələn, əgər atış formunu öyrəndinizsə, top atmaq çox rahatdır. Bir həftə ərzində əgər təpiyi vurmağı öyrəndinizsə, təpiyi atmaq çox asandır, yəni. Başa düşürəm. Burada nəticə görürsüz deyə daim nəticə görəcəksiniz anlamına gəlmir və ya yaxşı nəticə görəcəksiniz anlamına gəlmir. Bu başlayanda qəbul edin ki, okey. Mənim pis nəticələrim də ola bilər, yaxşı nəticələrim də ola bilər, nəticəm olmaya da bilər, bu mənim yolum olmaya da bilər, ya da həyatımın sonuna qədər bu yöndən də davam elətdirə bilərəm. Yəni məndən keçən soruşsaz ki, Nigar, sən trener olardın? Dedim, yox nə məcbur, yəni nə danışırsan? Gərək mən trener olmağım üçün, yəni prinsipial olaraq deyirəm ki, gərək bütün elmi məqalələri oxuyum, bütün hər şeyi əzbərə bilim falan filan. Sonra fərqinə vardım ki, yəni fərqinə vardı, cidden fərqinə vardım onun ki, əgər bir şeyi gözləsiniz, rahatla məsələlərinizi poz bölüb deyirəm ki, açıqdan tapamadım. Əgər başlamaq üçün bir şeyin möhtəşəm olmağını, mükəmməl olmağını gözləyirsən, o şeyi heç vaxt başlaya bilməyəcəksən.
ya çox basic bir Instagram motivation sözüdür, amma o qədər faktdır ki, o qədər həqiqətən özünüz onu yaşamasanız fərqinə varmırsınız ki. Düz biraz ehtiyacım da var idi, nə yalan deyim. Ən basic bir şəkildə iş tapa biləcəyim və özümü inkişaf etdirəcəyim bölümü buydu gözümün qabağında. Sonra seçdim bunu. Və hani fitness piyasası elə bir piyasadır ki, əgər bir tərəfindən dinlənilmək istəyirsinizsə, əvvəlcə özünüzün nəticəsi olmalıdır və mən də o nöqtəyə qədər okey bir nəticə gətirmişdim. Və bilirdim də mən bir şey haqqında çox araşdıran insanım. Buna görə çox rahat idim. Və müasirətdə üstümə götürə bildim. Onu məsələn mən başlayanda heç o məqsədlə başlamamışdım. Xoşuma gəlirdi sadəcə. TikTokda qabağıma qəşəng kürəyi olan qızlar çıxırdı. Xoşuma gəldi və başladım bu qədər. Sonra okey, rutin. Çünki özümüzə vaxt ayırmaq çox qəşəng bir şeydir. Yəni həqiqətən belə deyim də, həyatsız biri ikən, normal gündəlik bir rutini olmayan, ortalama ərgən tipi ikən özünüzə gündəlik 2 saat ayırmaq çox möhtəşəm bir şeydir. Ya idmana da gedə bilərsiniz, özünüzü inkişaf elətdirə də bilərsiniz, cilt bakımı da eləyə bilərsiniz, özünüzə yemək hazırlaya da bilərsiniz. Çox şanslıyam ki, bu dəqiqə hamısını özüm eləyirəm və özümə çox qəşəng vaxt ayırıram. Günün 24 saat okey, atıram. Tətildə 10 saat yatıramsa, universitet vaxtı 3-4 saat yatıramsa, qalan minimumdan 8 saatını özümə ayırıram universitet və təhsil dışında da. Yəni bunun nə qədər dəyərli bir şey olduğunu sizə izah edə bilmərəm. Özümə o qədər vaxt ayırıram, özümə o qədər inkişaf elətdirirəm deyə. Yəni qarşıdan gələn arqumentlər mənim üçün demək olar ki, heç nə olur. Arqument dediyim yəni əks qarşı təsirlər deyim də. Etkiləndiyiniz şey bir nöqtədən sonra həqiqətən üst level olur. Yəni altı sizi tatmin eləmir. Həmişə deyil motivation wordlar var. Əgər yaxşı biri istəyirsə, özünüz yaxşı olmalısınız falan. Həqiqətən fakt da bu ilişkidə də olsun, dostluqda da olsun. Bir nöqtədən sonra enerji söhbəti olaraq demirəm, amma özünüz necə birisinizsə, öz mentalitetiniz necədirsə, o yöndə insanlar tapmaq, öz mindsetiniz necədirsə, o yöndə insanlar tapmağa başlayırsınız. Bu çox qəşəng bir şeydir həqiqətən. Bir nöqtədən sonra onlarla alış-veriş eləyə mindset, ya fikir, ya alışqanlıq, ya qəşəng bildiyiniz şeylər, bir-birinizə inkişaf elətdirdiyiniz şeyləri mübadilə etdikcə bu artmağa başlayır. Ondan əlavə olaraq daha çox da elə insan çəkməyə başlayırsınız. Yəni hər şey başa özünüzə vaxt ayırmaqdır. Əgər bir şey özünüzə vaxt ayırmaq üçün, özünüzü yaxşı hiss eləmək üçün edirsinizsə, avtomatik özünüzə vaxt ayırmış olursunuz. Özünüzə vaxt ayırdığınız şeyə hüzünə bağlayırsınızsa, ya da ki, tək çıxış yolu olaraq görürsünüzsə, siz onu yaxşı bir yöndə çevirə bilməyəcəksiniz. Atıram, söhbət idman deyil, ondan gedək. Əgər idman sizin tək çıxış yolunuzsa, idmandan bir yerə çıxa bilməyəcəksiniz. Bu qədər sadə. Əgər ondan başqa həyatınız yoxdursa, ondan başqa fikriniz yoxdursa, ondan başqa alışqanlığınız yoxdursa, heç bir şəkildə irəliləyə bilməyəcəksiniz. Çox üzr istəyirəm, amma yəni belədir. Həyatsız biri olaraq həyatınıza davam edəcəksiniz. Çünki məsələ odur ki, atıram, ən yaxşı basketbolçu olmaq istəyirsinizsə, çox basketbol oynamalısınız. Çox praktika eləməlisiniz, çox öyrənməlisiniz, çox praktika eləməlisiniz, çox basketbol oynamalısınız, çox praktika eləməlisiniz. Amma bundan əlavə normal sosial həyatınız olmalıdır ki, bura başa olsun. Əgər normal qidalanmanız olmasa, elədiyiniz idman boşa gedəcək. Normal qidalanmanız da olmalıdır. Ailəvinizlə normal ünsiyyət qurmasanız, sonra yarışda zətdə onları görməsəz daha pis olacaqsa, ailəvinizlə də münasibətiniz normal olmalıdır. Normal dostlarınız olmalıdır ki, normal teammate şeyini qurasınız falan. Sən fitnessin o şeyi də yaxşıdır. Fitness cəmiyyəsində danışıram. Bu arada fitness yanında ki, powerlifting də olsun, şey də olsun, neydi, bodybuilding də olsun, şey olaraq. Tək eləyirsən ya, rahatdır. Yəni sosial olmağa ehtiyac yoxdur. Introvert da olsan eləyəcəksən. Öyrənmək rahatdır. Source boldur. Elədiyin nəticəsini çox tez görürsən ya. Ona görə bu qədər bu dəqiqə depressiv fitness videoları falan çox görürsünüz. Fərqi yoxdur, maraqlansanız da, maraqlanmasanız da. Nəysə, pejamım nətərdir? Yəni siz buna bir hobi olaraq baxırsınız, ya da özünüzü yaxşı hiss etdirmək, ya da atıram yenə çıxış yolu olaraq baxırsınızsa, demək bu sizə yaxşı təsir eləməli olan bir şeydir. Elə deyil, yaxşı təsir eləməli olan bir şeyə bu qədər anlam yükləyirsinizsə, əgər yenə təkrar edirəm, işiniz deyilsə və pul qazanmırsınızsa, yəni işiniz deyilsə, hər hansı bir yarış məqsədiniz, ya da ki, bu yöndə irəliləmək fikriniz yoxdursa, ya da ki, buradan pul qazanmırsınızsa, keyfinizi pozmağa yeri yoxdur. Okey, bir məşq biz keçdi, ikinci məşq yaxşı keçəcək.
3 məşq pis keçdisə, o biri yaxşı keçmə ehtimalı var. Yaxşı hiss eləmək üçün edirsən bunu. Hə, okey, olmadı. Canın sağ olsun. O biri hərəkətə odaqlan. Canın sağ olsun. Get salda kimləsə söhbət elə, tanış ol. Canın sağ olsun. Get ağırlıqları qoy yerə təzədən düz. Biraz keyfin yerinə gəlsin, kafan dağılsın. Yəni bu qədər sadə. Siz niyə bu qədər depressiyaya salırsınız bir şey üstündə? Yəni bu səni yaxşı hiss eləmək üçün olan bir şeydir. Sağlam olmaq üçün bir şeydir. Niyə sağlam olursan? Yaxşı olmaq üçün, yaxşı hiss eləmək üçün. Çünki sağlam bədəndə sağlam ruh olar, elə deyil. Yəni sağlam ruhun olması üçün, sağlam mindsetin olması üçün, sağlam fikirləşmək üçün, sağlam görünmək üçün, bəlkə overweightsiz, bəlkə daha arıqsız, bəlkə ümumiyyətlə nəsə bir onurğa probleminiz var. Bunlar üçün eləyirsinizsə idmanı, ya da ki atıram, yenə də daha yaxşı bir bədən fiqurasında olmaq üçün, ya da daha sağlam olmaq üçün. Çox basic şeylərdir həqiqətən. Əlavəsi yoxdur bunun. Yəni daha sağlam olmaq üçün elədiyiniz bir idmansa bu sizin fikrinizi pozmamalıdır. Yəni yaxşı hiss eləmək üçün getdiyiniz yerdə pis hiss eləyib qayıtmağınızın bir mənası yoxdur. Onda ora getməkdən soyuyacaqsınız. 1 oldu, 2 oldu, 3 oldu soyuyacaqsınız. Bir nəticə görməyən kimi soyuyacaqsınız. Yəni bu şey kimi də atıram bir ilişkiniz var və okey, hər ilişkinin pis dönəmi olar da. Atıram 3 aydır bir ilişkinin içərisindəsiz, bir münasibətin içərisindəsiz. 3-cü ayda qarşı tərəfin müəyyən problemləri olur. Sizdən asılı olmayan, atıram, depressiya ola bilər, müəyyən ailə sıxıntıları ola bilər və 1 oldu, 2 oldu, 3 oldu, ayrılacaqsınız. Yəni özünüzü orada tutsanız ya mental, ya fiziki nəsə bir zərər görəcəksiniz də. Gözləməyin də bir yerə bəzən var, bəzən yoxdur. Məqsədimiz varsa var, pul qazanırsınızsa var, pul qazanmaq münasibətin getmişsə genel olaraq da bu iki şeyi nəzərdə tuturaq. Nəsə, yəni ona görə çox da keyfi pozmaya ehtiyac yoxdur. Bunlar tam şey söhbətlərdir deyə bu qədər kayfulla kimi danışıram. Yəni yoxsa normal oturub bir tekst hazırlayıram. Sadəcə həqiqətən rahat olsun. Pijama söhbətləri, kalpli pijamam var, mavili və ayım. Bu qədər. Sevdim. Mən belə danışmağı çox sevirəm. Siz də dinləməyi sevdinizsə aşağı nəsə komment bildirin. Təşəkkür edirəm. Dəqiqə. Bəli dostlar, əgər videomuzu bəyəndinizsə, bəyən butonuna basmağı unutmayın.